Salam əziz və hörmətli Excellent izləyiciləri. Sizi bu soyuq qış günlərində salamlayıram və növbəti videomuzu təqdim etmək istəyirəm. Bu videomuz T hərfi ilə başlayan növbəti bir formula, yəni transpose haqqında olacaq. Bəzən olur ki, biz hər hansı bir cədvəllərimizi çevirib, məsələn, şaquli şəkildə olan cədvəli üfüqi formaya salmaq istəyirik və yaxud əksinə. Yəni, cədvəlin istiqamətini dəyişmək istəyirik. Bu zaman Excel-də transpose deyilən əmrdən və yaxud formuldan istifadə edəcəyik. Mən sizə bununla bağlı 3 metod göstərəcəm. Hansı metodu bəyənəcəksinizsə, onu rahat istifadə edə bilərsiniz. Deməli, birinci metod nədir? Cədvəli seçdik. Kopyalayırıq, Ctrl-C. Lazım olan deməli xanaya qoyandan sonra mausu Ctrl-V düyməsini basırıq və bu zaman kiçik Ctrl sözünün üzərinə basanda baxın belə bir işarə var. Buna transpose deyirlər. Üzərinə baxsaz belə bir cədvəli horizontal formaya gətirdi. Digər bir metodu ola bilər ki, cədvəli seçəndən sonra birbaşa Home menyusundan Paste Special komandasından transpose əmrini verə bilərsiniz. Sizin üçün eyni komandanı icra edəcək. Sadəcə kopyalayıb Paste Special vasitəsilə transport komandasının bir xüsusiyyəti var ki, əgər orijinal cədvəldə hər hansı bir məlumat dəyişikliyi olan halda sizdəki rəqəmlər dəyişməyəcək. Yəni, dinamik formada deyil. İkinci metod artıq formul vasitəsilədir. Transpose formulası adlanır. Bərabər transpose formulasını yazırıq. Mötərizənin içində array deməli lazımdır qeyd etmək. Array deyəndə bizə cədvəl lazımdır. Həmin bu cədvəli qeyd edirik. A1-dən B6-ya qədər olan cədvəli Enter düyməsini bastığım zaman, baxın bu şəkildə cədvəldə olan bütün məlumatlar sadəcə yerini dəyişmiş halda görünəcəkdir. Və transpose formulasının da xüsusiyyəti ondan ibarətdir ki, rəqəmi qeyd elədinizsə, Enter düyməsini basan kimi avtomatik burada öz əksini tapır. Sadəcə olaraq heç bir format yoxdur. Yenidən siz müəyyən bir formatı cədvələ tətbiq edə bilərsiniz. Transpose formulası array formulasıdır. Array formulların bir xüsusiyyəti var. Arrayın daxilində, yəni diapazon daxilində hansısa bir məlumatı silib və yaxud redaktə etmək mümkün deyil. Məsələn, deyək ki, buradakı rəqəmi delete düyməsi ilə siləcəm, alınmayacaq və yaxud ölkəni dəyişmək istəyirəm. Məsələn, Azərbaycan yazmaq istəsəm, enter etsəm və baxın bu şəkildə bizə xəta verəcəkdir. Sadəcə olaraq formulanı hansı xanada yazmısınızsa, yəni indiki halda bu deməli, D9 xanasında qeyd eləmişik formulanı. Orada siz dəyişiklik apara bilərsiniz. Delete etdimsə, bütövlükdə array silinəcəkdir. Bu, təkcə transpose deyil, array xüsusiyyətli bütün formullara da aiddir. Yəni, xüsusiyyətlərindən biri budur. Gəlin, üçüncü metoda baxaq. Məlumatı necə başqa formaya çevirmək olar? Bunun üçün nə edəcəyik? Baxın, bizim ölkə adlarımız A sütunundadır, yəni A2, A3, A4 və s. Rəqəmlər isə B sütunundadır və onların xanası B2, B3, B4 və s. bu şəkildədir. Əgər mən bura bərabərdir, deyək ki, A2 xanasını qeyd etsəm və sağa doğru sürüşdürsəm, bizə yanlış məlumatlar verəcək. Eyni qaydada da yenə də yanvar ayının məlumatını bu şəkildə gətirirsəm və sağa doğru sürüşdürsəm, yenə də düzgün məlumat vermir. Necə edə bilərik ki, xananın adı A2, A3, A4 bu şəkildə bizdə üfüqi formada yazılsın və B2, B3, B4 bu şəkildə yazılsın. Bunu bərabər işarəsi qoymadan yazacağıq, yəni belə yazacağıq. A2, A3 və s. Sadəcə olaraq bunu yazmamışdan əvvəl xana ünvanının qarşısına hər hansı bir söz yaza bilərsiniz, rəqəm yaza bilərsiniz.
Məsələn, mən indiki halda deyək ki, Excel sözünün qısaldılmış formasını yazıram. X, A2 qoyacağım. Bunu izah edəcəm, nə üçün bizə lazımdır. Gəlin çəkək bunu. Baxın, bu şəkildə bizdə deməli davam edir. Eyni şeyi burada da Excel B2 olaraq yazıram və sağa doğru sürüşdürürəm. İndi bu diapazonu seçirəm. Ctrl-H düyməsi ilə, H düyməsi ilə replace edirəm və replace edəcəm burada yazdığım əvvəlinə X sözünü bərabəri ilə. Replace all etsəm, baxın, bizə bu şəkildə, bunlara ehtiyac yoxdur bunları, bizə bu şəkildə dinamik cədvəlimizi verir. Üçüncü metod əslində həm bir, həm də ikinci metodun xüsusiyyətlərini özündə birləşdirib, belə ki, dinamik şəkildə istifadə olunur. Məsələn, mən burada rəqəmi dəyişsəm, avtomatik burada öz əksini tapır. Eyni zamanda, əgər hər hansı bir cədvəl daxili məlumatı dəyişsəm və yaxud redaktə etmək istəsəm, silsəm, heç bir problem olmayacaq. Məsələn, burada deyək ki, yazsaq Azərbaycan ölkə adı olaraq dəyişsəm, orijinal cədvəlim də qalır və dəyişdiyim formada da dəyişikliyi yadda saxlayır. Bu şəkildə kommentlərdə yaza bilərsiniz, sizin sevimli metodunuz hansıdır? Bizi izləmədə qalın, sağ olun.